Salam əziz dostlar, hər biri salamlayıram. Bu günləri biz 13 yaşında olan bir qızın belində olan problemlərlə məşğul olacağıq. Demək, bu uşaqda həm skalyoz var, həm kifoz var. Neçə illərdir bu əziyyəti çəkir. Valideynlərin dediyinə görə əvvəllər masaja gedib, fizioterapiyə gedib, gimnastikaya gedib, üzgüçülüyə gedib, heç bir nəticə olmayıb. Ona görə də bizim yanımıza gəliblər, bizə müraciət ediblər. İnşallah biz onunla məşğul olacağıq. Az bir zamanda onun kifozunu da, skalyozunu da düzəldəcəyik. Və sonra video çəkib sizlərə göstərəcəyik. Hər birinizə təşəkkür edirəm.